Xırdalanda iş var yoldaşlar. Mən sizə Xırdalandakı işdən bəhs etmək istəyirəm. Özü də bu qeyd edeyim ki, part-time olan bir işdir, kassir işidir. Part-time'dır, axşam vaxtınadır. Yəni axşam saat 6-dan axşam 10-a kimidir, 300 manat verir. Bu kimlər üçün uyğun ola bilər? Kimsə, əgər ali təhsillidirsə, nəqd pul əməliyyatları üzrə bəsit riyazi bilikləriniz varsa, ofis proqramları üzrə bilikləriniz varsa, rahatlıqla müraciət edə bilərsiniz. Yəni Xırdalanda olub da, ali təhsilli olub, demək olar və ofis proqramları üzrə bilikləriniz də olubsa, rahatlıqla və kassa aparatları və onların iş prinsipləri haqqında bilikləriniz varsa, bilə bilərsiniz. Yəni əslində bu 5-ci, daha doğrusu kassa aparatları və onların iş prinsipi haqqında bilikləriniz olmasa da belə düşünürəm ki, bunu öyrənmək, mənimsəmək rahat bir işdir. Hər hansısa bir yerə gedib orada rahatlıqla qavraya bilərsiniz. Bu işə müraciət edən kimi gedib rahatlıqla qonşuluqda olan bir dükanda müəyyən bir məbləğ, necəsə hər hansısa bir formada məncə düşünürəm ki, öyrənmək olar bunu. Və yaxud da ola bilər onlayn vasitələr ola bilər YouTube-da, onlar vasitəsilə öyrənə bilərsiniz. Deməli, 300 manatlıq belə bir işdir. Yəni, evinizin yanında ola bilərsə, bax, çox gözəl, əlavə qazanc qazanmaq cəhətdən sizə sərf edə bilər. Bu işə də müraciət etməkdə dəstək istəyirsə və yaxud da digər işlərlə də tanış olmaq istəyir. Yəni, Xırdalanda olan iş edəcəyimi bir dənə bu deyil, yoldaşlar. Yəni, o cür yanaşmayın, düşünməyin daha doğrusu. Dediyim kimi, bu işə müraciət etməkdə dəstək istəyirsə və yaxud da digər işlərlə tanış olmaq istəyir, ümumiyyətlə iş tapmanızda səsini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Siz əgər bu videonu YouTube-da görürsünüzsə, o zaman qeyd edeyim ki, əlaqə vasitəsi videonun adında qeyd olunubdur. Yox, əgər siz bu videonu TikTok-da görürsünüzsə, o zaman Toğrul Əzəv sözünə toxunun, kanala daxil olun. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.